Salam şagirdlər, bu dərsimizdə sizlərlə baxaq potensial və kinetik enerji nədən asılıdır mövzusundan olan sualların izahlarına. Birinci sual. Hansı kəmiyyət elastik deformasiya olunmuş cismin sərtliyi ilə uzunluğunun dəyişməsindən asılıdır? Elastik deformasiya olunmuş cisimlərdə elastiklik qüvvəsi yaranır və bunun hesabına da həmin cisimlər bir enerjiyə malik olur. Bu enerjiyə də biz potensial enerji demişdik. Elastik yaylarda yaranan cismin potensial enerjisi Y bərabərdir kx kvadrat bölünsün 2. Yəni potensial enerji asılıdır elastik deformasiya olunmuş cismin sərtliyindən, onun uzanmasından və ya sıxılmasından. Yəni bizdə burada kəmiyyət istədi. Kəmiyyət olaraq həm də biz elastik qüvvəsini də burada ifadə edə bilərik. Elastik qüvvəsi F bərabərdir kx Hooke qanununa görə. Yəni elastik qüvvəsi də deformasiya olunmuş cismin sərtliyindən, uzama və ya sıxılmasından asılıdır. Cavabımız potensial enerji və yaxud da elastik qüvvəsi ola bilər. Sonra ikinci sual. Sərtliyi məlum olan yayın potensial enerjisini hesablamaq üçün hansı cihazlardan istifadə etmək olar? Yayın potensial enerjisi Y potensial bərabərdir kx kvadrat böl 2 düsturuna görə sərtliyi məlumdur. Onda enerjini tapmaq üçün bizə uzama və ya sıxılmanı, yəni x-i təyin etmək lazımdır. Bunun üçün də bizə ölçü lenti lazımdır. Uzanmanı təyin etmək üçün. Və yaxud da digər variantlar da ola bilərdi. Çünki biz f kvadrat bölünsün 2k bu düsturu da tanıyırıq. Bu düstura görə də sərtlik məlumdursa, bu zaman biz dinamometr vasitəsilə elastik qüvvəsini təyin edə bilərik. Və bu vasitə ilə də biz potensial enerji tapmaq olar, amma variantlarda dinamometr yoxdur. Demək, biz birinci ifadəyə görə işləməliyik, yəni cavabımız ölçü lenti olmalıdır. Üçüncü sual. Üfüqi yolda hərəkətə başlayan avtobus sürətini getdikcə artırır. Avtobusun sürəti getdikcə artır. Avtobusun kinetik enerjisi necə dəyişər? Kinetik enerji bilirik ki, Y kinetik bərabərdir mv kvadrat bölü 2 düsturundan hesablanır. Həm cismin kütləsindən düz mütənasib asılıdır, həm də sürətin kvadratından düz mütənasib asılıdır. İndi getdikcə avtobusun sürəti artdığı üçün deməli kinetik enerji də artacaq. Yəni Y kinetik artar. Kinetik enerji artar. İkinci hal, avtobusun potensial enerjisi necə dəyişər? Potensial enerji də bilirik ki, Y potensial bərabərdir mgh. İndi cisim üfüqi səth üzrə hərəkət edir. Üfüqi yolda hərəkətdə hündürlük dəyişmir. Hündürlük dəyişmədiyi üçün deməli potensial enerji də dəyişməz. Üfüqi səthdə hərəkət zamanı cismin potensial enerjisi dəyişməz. Sonra dördüncü sual. Nigar qutunu yuxarı mərtəbəyə qaldırır. Yükün potensial enerjisi necə dəyişər? Yəni də potensial enerji mgh düsturuna əsasən təyin olunur. İndi yükü yuxarı mərtəbəyə qaldırır, yəni yerdən uzaqlaşdırır. Hündürlük artdığı üçün potensial enerji də artacaq. Yəni birinci sualda cavabımız potensial enerji artar. Sonra yükün kinetik enerjisi necə dəyişər? Y kinetik dəyişməz. Y kinetik dəyişməz yox. Burada yükün kinetik enerjisi yoxdur desək daha doğru olacaq. Yükün kinetik enerjisi sıfıra bərabərdir. Çünki burada yük hərəkət eləmir. Hərəkət edən nigardır. Yükü də əllərində saxlayıb. Yəni yükün heç bir sürəti yoxdur. Yük hərəkətdə olmadığı üçün yükün kinetik enerjisi yoxdur. Nigar müəyyən bir sürətə malikdir. O müəyyən bir sürətlə yuxarıya doğru qalxır. Ayrılıqda belə yükün özünün kinetik enerjisi yoxdur. Yoxsa nigarla birlikdə əgər bir cisim kimi baxsaq, onda bir sistem kimi nigarla bir yerdə onun kinetik enerjisi ola bilər. Sonra 5-ci sual. Kütləsi 2 kiloqram olan cisim yer səthindən 30 metr hündürlükdədir. Bu cismin yer səthinə nəzərən potensial enerjisini hesablayın. Cismin potensial enerjisi Y bərabərdir mgh düsturuna görə təyin olunur. Cismin kütləsi 2, vuraq J'nin qiyməti 10, bir də vuraq H. Yerdən olan məsafə 30. Buradan alırıq potensial enerjinin qiyməti 600 joule olmalıdır.
6-cı sual. Avtomobilin sürəti 2 dəfə artarsa, onun kinetik enerjisi neçə dəfə artar? Kinetik enerjinin düsturuna görə mv kvadrat bölünsün 2. Kinetik enerji sürətin kvadratından düz mütənasib asılıdır. İndi sürət 2 dəfə artırsa, onda kinetik enerji 4 dəfə artar. Çünki kvadratından düz asılıdır. 7-ci sual. Kütləsi 1500 kiloqram olan avtomobil və kütləsi 200 kiloqram olan motosiklet qırmızı işıqda dayanıb. Onların kinetik enerjiləri nəyə bərabərdir? Hər ikisi qırmızı işıqda dayanıb. Sürət olmadığı üçün, deməli, hər ikisində kinetik enerjilər bir-birinə bərabərdir və hər ikisində kinetik enerjiləri sıfırdır. Çünki kütlələri bir-birlərindən fərqli olsa belə, sürət olmadığı üçün, yəni V bərabərdir 0 olduğu üçün, kinetik enerjiləri də 0-a bərabərdir hər ikisində. Sonra 8-ci sual. Nicat sabit sürətlə paraşütlə yerə enir. Sabit sürətlə. Nicata təsir edən əvəzləyici qüvvənin gördüyü iş nəyə bərabərdir? Nicata təsir edən əvəzləyici qüvvənin gördüyü iş 0-a bərabərdir. Nə üçün? Çünki sabit sürətlə endiyi üçün, sabit sürət yəni bərabər sürətlə hərəkət edir. Bərabər sürətdə hərəkətdə əvəzləyici qüvvə 0-a bərabərdir. Əvəzləyici qüvvə 0-dırsa, demək ki, həmin qüvvə heç bir iş görməz. Çünki iş düsturu bizdə A bərabərdir, F əvəzləyici vuraq S. Düzdür, burada yerdəşmə var. Amma sabit sürətdə hərəkət olduğu üçün qüvvənin qiyməti 0-dırsa, deməli, burada iş yoxdur. Yəni, A 0 olmalıdır. Sonra, enərkən nicatın potensial enerjisi necə dəyişir? Potensial enerjinin düsturuna görə Y bərabərdir mgh. Enirsə hündürlük azalır. Hündürlük azaldığı üçün, demək ki, potensial enerji də azalır. 9-cu sual. Cismin potensial enerjisinin onun yer səthindən olan hündürlükdən asılılıq düsturunu yazın. Potensial enerji Y potensial bərabərdir mgh. Həm kütlədən, həm də yerdən olan hündürlükdən düz mütənasib asılıdır. Düsturumuz bu şəkildə olmalıdır. Qrafikdə koordinat başlanğıcından keçən düz xətt. Yəni, potensial enerji yerdən olan hündürlükdən düz mütənasib asılıdır. 10-cu sual. Sabit sürətlə hərəkət edən cismin kinetik enerjisini zamandan asılı qrafikini çəkin. Kinetik enerji Y bərabərdir mv kvadrat bölü 2 düsturla hesablanır. Sabit sürətlə, yəni sürət dəyişmir. Sürət dəyişmirsə, demək cismin kinetik enerjisi də zamana görə dəyişməz, sabit qalacaq. Cavabımız, yəni qrafik bu şəkildə zaman oxuna paralel olmalıdır. 11-ci sual. 4 cm sıxılmış yayın potensial enerjisi 80 joule olarsa, yayın sərtliyini istəyir. Yayın potensial enerjisi Y bərabərdir Kx kvadrat bölü 2. Buradan biz sərtliyi tapsaq, K bərabərdir 2Y bölünsün X kvadrat. Bərabərdir. 2 vuraq, potensial enerjinin qiyməti 80, bölək X. Yayın uzanması bu 4 cm-dir. Metrlə ifadə eləsək 0,4 metrə bərabərdir. 0,4-ün kvadratını yazmalıyıq. Onu da 0,4-ün kvadratı da bərabərdir 280, 160. 0,4-ün kvadratını da 4 və 4, 16 vuraq, 10 üstü mənfi 4 kimi göstərə bilərik. 16 vuraq, 10 üstü mənfi 4. Buradan 160 ilə 16-nı xısar aparsaq, sürətdə 10 qalır. Onu da 10 üstü mənfi 4-ə böləndə olacaq cavabımız 10 üstü 5 joule. O da kilojoule ilə ifadə eləsək, yox, daha doğrusu biz sərtliyi tapdıq. 10 üstü 5 Newton bölək metr. Sərtliyin vahidi. Newton bölək metr. Ya da kilonewtona çevirmək istəsək, onda cavabımız 1000-ə bölməliyik onu. 100 kilonewton bölünsün metr. Meganewton bölü metrlə yazmaq istəsək, onda milyona bölməliyik. 0,1 meganewton bölünsün metr. Bu şəkildə göstərə bilərik. Bir daha baxaq, məsələn, cavabımız böyük alındı. Kx kvadrat bölünsün 2. Bizdən sərtliyi istədik. K bərabərdir 2Y potensial bölünsün X kvadrat. 2 vuraq 180 bölünsün 0,4-ün kvadratı. 160 bölünsün 4-ün kvadratı, 16 vuraq 10 üstü mənfi 4. Böləndə də 10 üstü mənfi 5 qalır. Doğru yazmışıq. Sonra 12-ci sual. Şəkildəki cisimlər yerə düşdükdə onların üzərində ağırlıq qüvvəsinin gördüyü işlər arasında hansı münasibət doğrudur? Ağırlıq qüvvəsinin gördüyü iş A bərabərdir mgh ifadəsindən təyin olunur.
Yəni birinci cisim üçün ağırlıq qüvvəsinin işini hesablasaq, yəni M1 GH1 bərabərdir. M1 birincinin kütləsi 2, J'nin qiymətini 10 yazaq. Birinci cismin yerdə alınan hündürlüyü 4 metr göstərilib. Buradan aldıq 80 joule. Yəni birinci şəkildə ağırlıq qüvvəsinin gördüyü iş 80 joule. İkinci cisim üçün yazsaq, A2 bərabərdir M2 GH2. Bu da bərabərdir. İkinci cismin kütləsi 8 kiloqram, J'nin qiyməti 10, H2 hündürlüyü 2 metr. Buradan alırıq 160 joule. Yəni buradan görürük ki, ikinci halda ağırlıq qüvvəsinin gördüyü iş birinci halda daha 2 dəfə çoxdur. Yəni cavabımız A2 bərabərdir 2A1. Bu şəkildə olmalıdır. A2 bərabərdir 2A1, yəni B variantı. 13-cü sual. Leyla yayı 5 sm sıxıb, Nigar isə eyni yayı 5 sm dartıb. Sərbəst buraxdı. Yay eyni qədər sıxılarkən və ya dartılarkən potensial enerjilər arasında fərq varmı? Xeyr. Potensial enerjinin düsturu ya potensial bərabərdir kx kvadrat bölünsün 2. Burada bizdə x ümumi olaraq deformasiyadır. Yəni həm sıxılma, həm də uzanma ola bilər. Yəni fərqi yoxdur. Biz yayı sıxırıq və yaxud da uzadırıq. Hər bir halda yayda potensial enerji yaranır və uzanma və sıxılmalar eynidirsə, deməli hər bir halda potensial enerjilərin də qiyməti eynidir. Yəni bir-birlərinə bərabər olacaqlar. Heç bir fərq yoxdur. Yəni enerji skalar fiziki əməliyyətdir. Ancaq ədədi qiyməti ilə xarakterizə olunan bir kəmiyyətdir. Burada istiqamət yoxdur. Fərqli olan təkcə burada elastik qüvvələrinin istiqaməti olacaq. Buradakı yəni potensial enerji skalar kəmiyyətdir. Yəni istiqamətdən asılı olmayan bir kəmiyyətdir. Yəni qiymətləri bərabər olacaq. 15-ci sual, 14-cü sual. 20 ton kütləsi olan yük avtomobili ilə 1,5 ton kütləsi olan minik avtomobilinin sürətləri bərabər olarsa, onların kinetik enerjilərinin nisbətini bizdən istəyir. Kinetik enerji mv kvadrat bölü 2 düsturu ilə hesablanır. İndi sürətlər eynidirsə, onda kinetik enerjilər cisimlərin kütlələrindən düz mütənasib asılıdır. Onda asılılığı yazsaq, yük avtomobilinin kinetik enerjisi bölək minik avtomobilinin kinetik enerjisi bərabərdir. Yük avtomobilinin kütləsi kütlənin düz mütənasib asılıdır. Bölək minik avtomobilinin kütləsi. Qiymətləri yazırıq. Yük avtomobilində kütlə 20 ton, minik avtomobilinin kütləsi 1,5 ton. Buradan 200 bölünsün 15, cavabımız alınacaq 3/40. Yəni enerji nisbəti bu şəkildə olacaq. 3/40. Sonra 15-ci sualda. Sürəti 72 km/saat olan cismin kinetik enerjisi 80 joule olarsa, onun kütləsini hesablayın. 72 km/saat, ilk öncə biz bunu metr/saniyə ilə ifadə etsək, kilometr bölünsün saat. Bərabərdir 72 vuraq, kilometr metrə çevirsək 1000 metr, saatı saniyəyə çevirsək 3600 saniyə. Buradan sıfırlar ixtisar getsə, 72 ilə 36, bir dəfə burada 2, 2-ni də ona vuranda eləyəcək 20 metr bölək saniyə. Sürəti əsas vahidlə ifadə elədik, enerji varımızdır, bizdən kütləni istəyir. Kinetik enerji bərabərdir mv kvadrat bölü 2. Buradan kütləni tapsaq, m bərabərdir 2y kinetik bölək v-nin kvadratı. Bu da bərabərdir 2 vuraq, kinetik enerjinin qiyməti 80 joule bölək sürətin kvadratı 20 kvadratı 400. Bu da bərabərdir 80 ilə 400 ixtisar aparsaq, 5, 2 bölək 5, 0,4 kiloqram. Burada cavabımız olmalıydı 0,4 kiloqram.